Bu gün Instagramda gəzirdim, belə bir reel çıxdı qabağıma. Mən bir balaca darıxmışam. Köhnə günlər üçün darıxmışam. Videonun altındakı bəzi şəxslərdən kommentlər oxudum. Belə bir komment gəlmişdi ki, Azərbaycanda valideynlərin vaxtı yoxdur uşaqları ilə keçirməyə. Ona görə məhəlləyə qoyurlar, uşaqlar oynayır. Bu düzdür? Mən bu fikirlə razı deyiləm. Məncə Polşadakı valideynlər öz işləri, güclərindən daha çox məşğuldurlar. Ona görə də hətta bəzən daha çox dayələrə üstünlük çox verirlər. Ona görə də Polşada məşhur işlərdən biri dayəlik. Polyakların uşaqlarını tərbiyə etmək haqqında nə düşünürsən? Polyakların uşaqlarına bir fərd kimi yanaşdığını düşünürəm. Uşağın yaşından asılı olmayaraq. Yəni uşaq çox adi və gülünc belə uşaq sualları həqiqətən verəndə belə ata-ana onlara elə ciddiliklə cavab verir ki, və həqiqətən uşaqda o maraq yaradır. Uşağın həqiqətən başa düşür. Ona görə də uşaq 1 yaşa çatandan sonra bir fərd kimi daha tez yetişir. Təəssüflər olsun ki, yəni mən öz ailəmdən deyəcəm təbii ki, yəni uşaq vaxtı bir sual verirdin, misal üçün. Mənasız suallarda təbii ki, uşaqsan. Bir yerdən sonra, 3-cü sualdan sonra bezdirdin, tipli cavablar ala bilərdin. Yəni bu bizim reallığımızdır. Yəni mənlə bəlkə də neçə nəfər qatılar, o olmayıb. Yəni rahat söhbət edə bilməmişik. Bunu demişkən, mən buradakı cavanların, gənclərin, yəni tinecer yaşdakı uşaqların çoxlu vape çəkdiyini görürəm. Azərbaycanda da çəkirlər. Burada daha sərbəst çəkir, plus özündən böyüyün yanında da çəkir, plus ailəsinin yanında da çəkir. İndi məsələ odur ki, burada məncə də ailə biraz müdaxilə eləməlidir. Sən başa düşmürsən, amma bu sənin sağlamlığın üçün ziyandır. Ən azından sağlamlıq mövzusunda məncə danışmalıdır. Mən burada polyak uşaqlardan neçə dəfə eşitmişəm ki, atam tutub siqaret çəkdiyimi, belə pis olub deyə amma öz seçimində özün bilərsən. Azərbaycanda belə bir şeyin mümkünatı yoxdur. Çünki amma bu yaxşı bir şeydir. Çünki valideyn bilir ki, bu sənin ziyanındadır və səni belə danlayır, vurur hətta yeri gələndə ki, sən bunu eləməyəsən. Çünki sənin istədiyindən eləyir. Polşada da çox sərbəst buraxırlar. Bizimkilər də çox sıxırlar. Bunun bir orta məncə yolu olmalıdır. Uşaqlarınızı sevin. Mən